Gizlin damların bəzilərinin yayda isti, qışda soyuq olma səbəbi haqqında danışacağıq. Gizlin damların yayda isti, qışda soyuq keçirməsinin digər damlara nisbətən çox olur. Səbəb məsafənin yaxın olmasıdır, yəni metal örtük tavana çox yaxındır. Bəzilərinin ən yaxşı bildiyi beton belə gizlin damlarda isti-soyuqda o qədər də effekt verə bilmir. Bununla bağlı müştərilərimiz həm yayda, həm də qışda bizə müraciət edirlər ki, sonuncu mərtəbə yayda isti, qışda çox soyuq olur. Əlbəttə ki, burada beton etməklə yaxşı iş görmüsünüz. Yəni möhkəmlik standartlarını maksimum qorumusunuz. Çox gözəl. Amma beton isti-soyuq saxlama gücünə o qədər də sahib deyil. Əgər belə olsaydı, müştərilərimiz bu gün bu halla qarşılaşmazdılar və yaxud da ki, şikayət etməzdilər. İndi keçək əsas məsələyə. Gizlin damların tikintisi zamanı müxtəlif izolyasiya təyinatlı məhsullardan istifadə edə bilərsiniz, bu öz yerində. Amma tikinti və təmir zamanı izolyasiya olunmazsa, o zaman sonradan alternativ izolyasiya məhsulu məhz poliuretan izolyasiya məhsuludur ki, hər zaman istiyə, soyuğa, səsə, ən əsas da nəmişliyə uzun müddət dözümlüdür.